Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Ebel Kasım Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve alihi teyyibin at-tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. A'udhu billahi samil alim mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Kəlam dərsində keçən dəfə biz iradə bəhsində qalmışdıq və iradə bəhsində əsas olaraq dedik ki, bütün müsəlmanlar Allahın mürid, iradə edən olduğunu qəbul edir və sadəcə olaraq bu iradənin məsələsində ixtilaf var. Müsəlman alimlər arasında ixtilaf var, amma iradə, Allahın iradə etdiyini bütün müsəlmanlar, bütün müsəlman alimləri qəbul etmişlər. Bugün iradə bəhsini biraz da davam edəcəyik və vaxt qalsa digər Allahın sifətlərinə keçid edəcəyik. Mən çox uzatmıram. Keçən dəfə Nəsrəddin Tusinin fikirlərini də qeyd etdik ki, Nəsrəddin Tusinin Allahın mürid olması barəsində nə fikirlər dedi. Hardasa demək olar ki, Nəsrəddin Tusinin dediyi daha məntiqə uyğun və yaxud da belə deyim, daha insana asan gələn, daha qəbul edici bir şeydir. Allah Teala Quran-Kərimdə bugün qeyd edim ki, biz xəlq nəzəriyyəsinə əsasən danışacağıq. Sudur nəzəriyyəsinə işimiz yoxdur. Sudur nəzəriyyəsi nədir bildik. Xəlq nəzəriyyəsinə əsasən Allahın mürid olması barəsində danışacağıq. Xəlq nəzəriyyəsində Allah necə mürid olur? Onun müridliyi necə başa düşülür? Deməli, Quran-Kərimdə Yasin surəsi, yəqin ki, hamınız Yasin surəsi ilə tanışsınız və müəyyən qədər məlumatınız var o ayələr barəsində. Yasin surəsində bir maraqlı nöqtə var. Sözümə elə oradan başlayacağam. Yasin surəsinin axırları 82 ayədə buyurur ki, İnnəmə əmruhu İzə ərədə şeyən ən yəqulə ləhu kun fəyəkun. Allahın, yəni ayənin məzmunudur ki, Allahın əmri, Allahın işi budur ki, İzə əradə, Allah nə zaman İzə əradə şeyən, bir şey iradə etsə, burada iradəkar, iradə etsə, bir şey iradə etsə, ən yəqulə ləhu, o şeyə Allah deyər, kun, ol, fəyəkun, o şey də olar. Ol deyər, o da olar. Allahın iradəsi budur. Bir şeyə ol deyir, o da olar. İndi əlbəttə ki, ol demək söz mənasında Allah ləfz olaraq ol deyir demək deyil. İndi olun dərin mənaları var. Ondan işim yoxdur. Amma əsas məsələ budur ki, Allah bir şeyə ol deyər, o dediyi şey də olar. Hətta burada Allahın yoxluğa ol deməsini bu ayə ilə istinad edirlər ki, Allah burada görürsən ki, yoxluğa ol demir. Nəsə var əvvəldə, ona ol deyir, ondan nəsə icad, belə deyək, ondan nəsə xəlq olunur, düzəlir, təqdir olunur. Çünki bir şey əgər yoxdursa, ona necə ol desin. Bu ayə ilə də belə bir şey gətirib çıxardılar. İşimiz yox, çox istəmirəm oraya giriş edim. Nə vaxtsa imkan olar, təfsir dərsləri falan olar, danışarıq. Xəlq nəzəriyyəsində necə idi? Deyirdik ki, xəlq nəzəriyyəsində məsələni üfüqi tərəfdən baxırıq məsələyə. Yəni, şaquli deyil, yuxarıdan aşağı deyil. Sudur nəzəriyyəsi kimi Allah bir şeyi yaradır və ondan da digər şeylər yaradır deyil. Sudur nəzəriyyəsi kimi Allahın bir şeyə qüdrəti var və o bir şeydən nələrsə yaranır səbəb nəticə ilə. Xəlq nəzəriyyəsi bu deyil.
xəlq nəzəriyyəsi bu idi ki, Allah yaratdığı hər bir şeyi tək-tək yaradır. Yəni tək-tək yaradır, tək-tək xəlq edirsə, deməli Allah Taala neynir? Burada tək-tək indi məsələn ilk olaraq belə baxsaq məsələyə, sanki belə anlaşılır ki, əgər Allah tək-tək xəlq edirsə, xəlqdən öncə iradə məsələn gəlir, onda belə çıxır ki, Allah tək-tək iradə edir. Allah məsələn tutaq ki, məni yaradıb, övladımı yaradıb, məni də, övladımı da tək-tək yaradıb, sudurla yox. Tək-tək yaradıbsa, belə çıxır ki, Allah Taala bir dəfə gəlir, mənim özümə, yaradılışıma iradə edir, ondan sonra mənim övladım da yarananda övladıma da iradə edir. Məsələ belədir. Xəlq nəzəriyyəsində axı demirsən tək-tək yaranır, deməli tək-tək də iradə edir. Budurmu? Və bu üfuqidir, üfuqi başlayır. Yaradılışını əvvəlindən ta sonuna qədər üfuqi şəkildə Allah bir-bir iradə edir, yaradır. Elədirmi? Əlbəttə ki, bu tamamilə belə deyil. Xəlq nəzəriyyəsində Allahın tək-tək nəyisə yaratması, nəyisə həmçinin də tək-tək iradə etməsi demək deyil. Tək-tək iradə etməsi demək deyil. Allah misal olaraq, məsələn deyim, Allah əql aləmini yaradır, misal aləmini yaradır və ondan sonra maddi aləm gəlir. İndi məsələn, sudur nəzəriyyəsində belədir ki, ilk olaraq əql aləmi yaranır, əqldən də misal aləmi yaranır, misal aləmindən də maddi aləm yaranır. Amma xəlq nəzəriyyəsində budur ki, xeyr, Allah hamısını özü tək-tək yaradır. Amma bunları tək-tək yaratması, tək-tək iradə etməsi deyil. Yəni, belə deyil ki, Allah daim yeni yaradılış meydana gələndə daim bir-bir başlayır iradə etməyə. Məsələn, müəyyən bir yaradılış var, hələ yaranmayıb, gələcəkdə yaradılacaq, hələ ona iradə etməyib. Onun yaradılış vaxtı gəlib çatanda Allah yenidən burada gəlir, iradə edir. Sanki belə başa düşülür xəlq nəzəriyyəsindən. Amma əslində bu xəlq nəzəriyyəsində belə deyil. Allahın nəyəsə iradə etməsi, bu biraz irfanın nəzəriyyəsinə oxşuyur. İnşallah irfan dərsində keçəcəyik. Allahın nəyəsə iradə etməsi külli bir iradədir. Buna diqqət edin. Cüz'i iradə yox, külli bir iradə. Külli iradə, cüz'i iradə başqa yerdə, başqa mənada istifadə oluna bilər. Ola bilər ki, rast gələrsiniz, deyərsiniz ki, müəllim, sən burada axı külli iradəni və cüz'i iradəni başqa bir şey dedin, amma başqa kitabda oxuduq, başqa mənadadır. Mən burada bir növ belə deyim, bunu öz terminim kimi istifadə edərək izah edim deyə öz terminim kimi istifadə edərək deyirəm. Mənim dediyim nəzərdə tutulur, külli iradə nədir, cüz'i iradə nədir bu dərsdə. Allahın iradəsi külli bir iradədir və bu iradə cüz'i bir iradə deyil. Yəni, bir-bir xəlq etməsinə baxmayaraq, bir-birinə iradə etməsi demək deyil. Yəni, cüz'iyyətə varıb bir-bir iradə etməsi deyil. Hissə-hissə iradə etməsi deyil. Quran deyir, kun fəyəkun, o ol deyir, olur. Allahın bir-bir iradə etməsinə ehtiyac yoxdur. Bu qədər yaradılış ki var, bu qədər yaradılışın iradəsində Allah əvvəldən kun fəyəkun iradə edib hamısına və hamısı da sırayla yaranmağa başlayır. Və bu xəlqlə ziddiyyət təşkil etmir. Xəlq, bəli, bir-bir yaradır. Nəyinsə, nədənsə yaranması deyil. Və o bir-bir yaratmağı ki var, hamısına birdən iradə edir, bir-bir yaranmağa başlayır. Hamısına birdən iradə edir. Misal olaraq, bir misal deyim, tam aydın olsun bizim üçün. Məsələn, babadır, atadır, övladdır, nəvədir, nəticədir. Bunlar hamısı gəlməlidir dünyaya. Baba, övlad, nəvə, nəticə.
Belə deyil, Allah babanı iradə edir, yaradılsın və Allahın burada qüdrəti ancaq babanı iradə etməkdir və babadan sonra başlayır ata, atadan sonra başlayır övlad. Mən deyəsən birinci səhv dedim. Babadır, atadır, övladdır, nəvədir, nəticədir. Bəli. Baba yaradır və babadan sonra ata dünyaya gəlir, atadan sonra övlad, övladdan sonra nəvə, nəticə. Belə deyil. Allah bunların hamısını xəlq eləyir. Yaratmaqda hamısını xəlq eləyir. Birinci bu, sonra o yox. Baba var, amma babadan düzdür, oğul yarana bilir. Lakin orada da Allahın xəlq etməyi var. Hamısını xəlq eləyir. Orada da Allah müdaxilə edib xəlq edir. Amma iradə məsələsində gəldikdə bir iradə etməyə ehtiyac yoxdur. Allah əvvəldən iradə edir ki, baba, ata, övlad, nəvə, nəticə. Bunların hamısını birlikdən iradə edir. Külli iradə deyir buna. Buna külli iradə deyir. Hamısı birlikdə bir iradə ilə olur. Bir iradə ilə olur. Amma bir iradə ilə olmasına baxmayaraq, xəlq məsələsində Allahın o birisilərinə müdaxiləsi yoxdur, ancaq babaya müdaxiləsi var. Xeyr, xəlq məsələsində hamısını xəlq eləyir. Hamısını xəlq etməyi var. Biraz çətindir, bilirəm. Nəyə görə çətindir? Deyə bilərsiniz ki, xəlq elə iradə demək deyil. Yəni, xəlqlə iradə bir şey deyil. Əgər iradədə hamısına birlikdə iradə varsa, elə xəlqə də bu cür deyilmi? Xəlqə də hamısında iradə, xəlqdə də elə hamısında, yəni deməli, iradədə daha doğrusu hamısında birlikdə iradə varsa, xəlqdə də birlikdə deyil. Yəni, bu sanki sudur nəzəriyyəsinə oxşamadı. Xeyr, baxın, diqqət edin, sudur nəzəriyyəsi deyil ki, Allah babanı iradə edir, Allah babanı yaradır və salam, bitdi. Digərlərinin yaratmasına ehtiyac yoxdur, izni var. Amma digərlərində gəlib müdaxilə etsin, yaratmasına ehtiyac yoxdur. Digərləri zaten bu babadan törənəcək. Allah istəyir digərləri yaransın, amma onlara yaratma müdaxilə etmir. Allah ilə babanı yaradır, babadan da digərləri yaranır. Amma bu birisi xəlqdə budur ki, Allah hamısını yaradır. Yəni, təkcə babanı yaratsın, xeyr, elə hamısını yaradır. Sadəcə olaraq hamısını yaratmaqla baxmayaraq, hamısına bir iradə edir. Lakin sudur nəzəriyyəsində budur ki, əgər sudur nəzəriyyəsindən biz qəsd etsək, Allah burada sanki iradəsi var, iradəsi var. İstəyər ki, məsələn, babadan nəsə törənsin, yaransın, amma birbaşa onları xəlq eləyə bilmir. Deyir ki, məsələn, burada baba yaransın, babadan törənəcək. Xəlq isə deyir, yox. Elə hamısını Allah yaradır. Hamısını Allah yaradır, hamısına qüdrəti var yaratmağa. Sadəcə iradə edəndə bir iradə etmir. Elə əvvəldən iradə edir və əvvəldən sanki, belə deyim, yaradır. Əvvəldən sanki elə beşində xəlq edir. Lap belə götürsək, əvvəldən sanki beşində elə xəlq edir. Xəlq etməyə niyyət edir. Yəqin ki, fikrimi izah edə bildim. Nəsə iradınız olsa, iradınızı deyərsiniz. Bunu daha dəqiq irfan elmi cavab verir. İrfan elmi bunu dəqiq cavab verir. Belə bir şey deyək də, məsələn, Allah maddi aləmdən öncə Allah hər şeyi yaradıb sadır. Elə zaten yaradıb. Hər şeyi bir yaradıb, iradə eləyib bir yaradıb, hazırlayıb maddi aləmdən öncə. İndi o aləmə nə deyirlər, o irfanda deyəcək. Maddi aləmdən öncə elə hər şeyi bir hazırlayıb sanki. Əlbəttə bu misal da, yəni hazırlayıb deyəndə zehnimiz bir insan kimi bir otursun, çalışsın falan eləsin, nə bilim, əziyyət çəksin, bu mənada deyil də, yəni zehnimiz bura getməsin. Allahda sanki hər şey əvvəldən hazır var və Allah neynir burada?
İndi onu xarici aləmə çıxartmaq istəyəndə elə bir niyyətlə çıxardır. Bir iradə ilə çıxardır. Yəqin ki, fikrimi izah edə bildim. Xülasə, bir də sonda qeyd eləyək. Xülasə eləyək ki, tam aydın olsun da mən çox uzatmaq istəmirəm bu bəhsi. Biri var sudur nəzəriyyəsində Allah iradə eləyir. Amma bunun iradə etməsi yalnız əvvəldə bir yaradılış var. İradə edir və onu yaradır. Digərlərdə bu birinci yaradılışdan meydana gəlir. Və hərəsi sıra ilə başlayır yaranmağa. Daha burada Allah hamısını xəlq etməyə yoxdur. Birini xəlq edir, birindən də öz-özünə başlayır digərləri xəlq olunmağa. İzni var Allahın orada, iradəsi var, lap deyək ki, digərlərinin yaranmasına iradəsi var, amma qüdrət gəlib, qüdrətin çatması, gəlib yaratması ilk olaraq Allah bir şey yaradır, o bir şeydən sonra sırayla başlayır yaranmağa. Xəlq nəzəriyyəsində isə belədir ki, xəlq nəzəriyyəsi deyir ki, Allah düzdür, bir iradə edir, ehtiyac yoxdur hər şeyi bir iradə etməyə. Əvvəldə bir iradə edir və məsələn, sırayla yaratmaq yox, o 5 dənə şeyin yaradılmasını birdən edir, birdən yaradır. Əlbəttə, birdən yaratmaqda, bunu da qeyd edeyim, mənası bu deyil, onda sıra yoxdur, onda nəsə birinci filan şey yerə hamımız birdən yaranmış. Yox, hamımız birdən yaranmış yox. Sıranı təyin eləyir. Allah özü sıranı təyin eləyir və hamısını yaradır. Sadəcə olaraq deyir ki, məsələn, filan yaradılış sonradan yaransın. Filan yaradılışı sonradan yaradıram, sonradan yaradacam. Mən əvvəldə bunların sırasını qoymuşam, hansı sıra ilə yaranacaq, bunu qoymuşam və hamısına iradə etmişim. İndi o xarici aləmə çıxanda və sıra ilə yaranmağa başlayır. Lakin mənim iradəm hamısına olub, hamısına iradə etmişəm və xəlqin müdaxiləm də yəni bir-birdir. Müdaxiləm də bir-birdir. Bax belə. İndi yenə deyirəm, nəsə qaranlıq nöqtə qalsa deyərsiniz, sual verərsiniz. İcazə verin sonda bir dənə də bir misal deyim. Yenidən bilirəm, uzadıram, amma tam aydın olsun deyə. Sonda bir dənə də bu misal deyim. Həmişə biz usta misalını nəzərdə tuturduq da. Usta misalı necə idi? Məsələn, biri var ki, mən ustayam, bir şeyi yaratmaq istəyirəm. 5 dənə şey zihnimdə nəzərdə tutmuşam. 5 dənə şey. Və o 5 dənə şeyin yaradılmasını iradə edirəm. Amma zihnimdə onu iradə edirəm və başlayıram xarici aləmdə gerçəkləşdirməyə. Xarici aləmdə gerçəkləşdirəndə onu bir-bir düzəldirəm, sırayla düzəldirəm. Birinci bu, sonra o birisi sırayla düzəltməyə başlayıram. Sırayla belə də yaratmağa başlayıram. Sırayla yaranır, amma iradəm bir dənədir. Hamısını əvvəldən iradə etmişdim ki, bunları yaradacam. Bir də var ki, məsələn, mən elə şey düzəldirəm, bir şey məsələn düzəldirəm və istəyirəm o birisilər də meydana gəlsin. Amma mən zehnimdə ustayam bir şeyi düzəltmək üçün ancaq onu düzəldirəm. O şeyin vasitəsilə, məsələn, elə bir şeydir ki, o şeyin vasitəsilə də digər şeylər öz-özünə düzəlməyə başlayır, meydana gəlməyə başlayır. Yəqin ki, izah edə bildim. Bu, Allahın iradəsi barəsində idi. Növbəti bəhsimiz də, bizim yeni bəhsimiz Allahın eşidən və görən olmasıdır. Quran-ı Kərimdə Allahın eşidən barəsində, məsələn, Allah deyir, səmi'dir, eşidəndir, bəsirdir, görəndir. Quran-ı Kərimdə bu sifətlər çox işlənib. Təbii ki, Allahın eşidən və görən olması müsəlmanlarının, bütün müsəlmanlar da Allahın eşidən və görən olmasını qəbul ediblər. Həmin kimi, digər sifətlər kimi qəbul ediblər ki, Allah eşidəndir, görəndir. Ancaq yenə digər sifətlərdə kimi Allah Taala'nın eşidən və görən olması barəsində məna baxımından ixtilaflar olmuşdur. Tusi bu məsələni açıqlayarkən belə bir söz deyir ki, nəql, yəni Quran-ı Kərim, onun Allahın idrak vasitəsilə vəsfləndiyinə dəlalət edir. Belə bir söz ifadə edir. Deyir ki, Allah nəql, yəni Quran-ı Kərim Allahın idrak vasitəsilə vəsfləndiyinə dəlalət edər. Burada nəqildən məqsəd, yəni nəqli dəlildir, Quran-ı Kərimdir. Bu nəzərdə tutur. Quran-ı Kərimdə Allahın eşidən və görən olduğu da təyid olunub, təsdiqləyir Quran-ı Kərim. Tusinin ifadəsində buradakı idrak deyir ki, Allah Taala deməli nəqildə Quran-ı Kərimdə təsdiqlənib ki, Allah
o, onun idrakla vəsfləndiyinə dəlalət edir. Qurani-Kərim dəlalət edir ki, Allah deməli, Allah idrakla vəsflənib. İdrak kəlməsi burada his idraklardır, his. İdrak kəlməsi ilə məqsəd o duyulan hisslər, hissi idraklar nəzərdə tutulur. Amma bəziləri gəlib burada Tusiyə etiraz ediblər ki, necə yəni Allah idrakla vəsflənib. Yəni Allahın hissi var, insan kimi bir hissi var və hisslə nəyisə idrak edir. Məsələn, mənim hiss vasitəm var. Mən dada bilirəm, eşidə bilirəm, toxuna bilirəm. Toxunmaqla bir şeyin soyuq olduğunu idrak etdim. Qulaq asmaqla, qulağımla bir şeyi eşitməklə idrak elədim, dərk etdim. Allah da belə çıxır ki, sən ki, Aytus gəlib deyirsən ki, Allah idrak vasitəsilə vəsflənər. Qurani-Kərim idrakla Allahın vəsfləndiyini deyir. Belə çıxır ki, Allahın idrak üzvləri var, belə deyim, idrak üzvləri var, qulağı var, gözü var. Yəni, insan kimi bunu çatdırmırmı? Tusinin bu şəkildə gəlib Allahın səmi və bəsir olmasını təfsir etməsinə etirazlar olub, etiraz ediblər. Babərti də bu etirazı bu şəkildə açıqlayır ki, deyir Tusi ki, deyir nəql idrakla, Allahın idrakla vəsfləndiyinə, yəni Qurani-Kərimdə Allahın idrakla vəsfləndiyinə dəlalət edər. Ancaq deyir ki, nəql sadəcə olaraq onun eşidən və görən olduğunu deyir. Vəssalam. Babərti həmin etirazı açıqlayır ki, Tusiyə nəyə etiraz olunub? Etirazı açıqlayır ki, Tusiyə etiraz olunub ki, Allah Qurani-Kərimdə eşidən və görəndir. Buna dəlildir. Dəlil sadəcə budur ki, deyilir ki, Allah eşidən və görəndir. Amma Allah idrakla vəsf olunlar nədir? Allah nəyisə idrak edir, onun hiss üzvləri var ki, idrak eləsin. Sadəcə Qurani-Kərim deyir ki, Allah eşidən və görəndir. Sən niyə bunu gəlib idrakla əlaqələndirdin ki, Allah nəyisə idrak edir. Sanki hiss üzvləri var, idrak edir. Bu da Allahın cisimləşməsi demək deyil. Ümumiyyətlə, bunun idrak eşitmənin, görməyin, çünki biz eşitmək, görməyi idrak kimi qəbul edirik, hiss üzvlərini dərk etmək kimi qəbul edirik. Bunun idrak olub olmadığına gəlincə, heç kim deməyib ki, eşitmək və görmək ümumiyyətlə, deməli, eşitmə və görmə eşidənin və görənin idraki ilə əlaqəlidir. Yəni, eşitmə və görmə bu xüsusiyyət bir eşidən kəsin və görən kəsin onun bir idrak üzvü var, bir idraki var və üzvündən idrak eləyir. Heç kim bunu deməmişdir. Çünki mümkündür ki, bir kəs, bir varlıq, eşidən olsun, görəni olsun. Amma onun hansısa bir idrak üzvləri yoxdur. Qulaqla deyil, gözlə deyil, ondan idrak eləmir. Babərti deyir ki, belə bir etiraz ediblər Tusiyə, amma Babərti nə deyir? Babərti deyir ki, bu etiraz çox da belə Tusiyə edilən etiraz mötəbər bir etiraz deyil. Nəyə görə? Çünki Allah Teala Qurani-Kərimdə deyir ki, gözlər onu dərk etməz, ancaq o gözləri dərk edər. Belə bir şey deyib. Yəni, gözlərin görməsini idrak olaraq ifadə etmişdir Allah. İdrak olaraq ifadə etmiş. Diqqət edin. Qurani-Kərimdə nə deyir? Deyir, gözlər onu idrak edər. Gözlər. Üzr istəyirəm. Gözlər onu idrak eləyə bilməz. Yəni, bizim gözümüz onu idrak edə bilməz. Ancaq nə? Allah gözləri idrak edər. Qurani-Kərim idrak gətirib. Dərk gətirib. Deyir, sənin gözün Allahı dərk eləyə bilməz, amma Allah gözləri dərk eləyə bilər. Sənin gözünü dərk eləyə bilər. Allah özü idrak sözünü gətirir. Məsələn, deməli, Ənam surəsinin deməli 103-cü ayəsində buyurur ki, Allah لا تدرك
la tudrikuhul əbsar. Deməli, gözlər Allahı dərk etməz. Görürsünüz, tudrik, dərk sözündən gəlir. Və huvə yudrikul əbsar. Allah gözləri dərk eləyər. Görürsünüz, dərk sözündən gətirib. Quran-Kərim özü gəlir deyir ki, Allah dərk eləyir, dərk eləyəndir. Siz ki, etiraz edirsiniz ki, dərk etmək, yəni daha doğrusu eşitmək və görmək dərk etməklə bağlı olmaya bilər. Xeyr, Allah özü gəlir deyir ki, gözlər onu dərk edə bilməz, ancaq o gözləri dərk edər, idrak edər. Özü idrakla gətirib. Yəni, gözlərin görməsini idrak olaraq Allah burada ifadə etmişdir. Və bu hissi şeylərə aiddir. İdrak hissi bir şeylərə aid olur. Eşidən dedikdə bir kəs eşidəndir. Bununla qəsd edilən şey eşidilən şeylərin idrakidir. Eşidilən şeyləri dərk etməkdir. Və yaxud da görən dedikdə bununla qəsd edilən budur ki, görülən şeylərin dərk olunmasıdır. Bu qədər. Onda belə çıxır ki, Babətli Tusinin bu dediyini təsdiqlədi, başa düşdük. Babətli Tusinin dediyini, bu sözü təsdiqlədi. Onda belə ki, Tusi Allahın cismani olmasına qəbul edir. Allahın hiss üzvləri var, gözü var, gözünlə məsələn dərk eləyir. Qulağı var, qulağıyla dərk eləyir. Bunu qəbul etdi Tusi. Tusi gəlir, açıqlayır. Tusi deyir ki, idrakdır, bəli, gözlə görmək, qulaqla eşitmək idrakdır, bir şey dərk etməkdir. Babətli də onun sözünü Qurandan təsdiqlədi. Amma Tusi gəlir, nə deyir? Deyir, idrak etmək, dərk etmək də iki cürdür axı. Sən elə ancaq hissi idrak dedin. Bir var hissi idrak, bir də var ki, əqli idrak. Ağıl da idrak eləyir. Hissi idrak budur ki, hissi idrak, hissi şeylərdən, cismi vasitələrlə hasil olan bir idrakdır. Qulaq cisimdir, qulaq bir vasitədir ki, eşidim, idrak eləyim. Göz bir vasitədir ki, göz vasitəsilə mən bir şey idrak edirəm. Bu hissi üzvlərdir. Bir də var ki, əqli idrak. Əqli idrak isə budur ki, heç bir vasitə, heç bir orqan olmadan, heç bir orqana ehtiyac olmadan bir şeyi birbaşa idrak etməkdir. Biz ağlımızla bir şeyi dərk eləyəndə ağlımız hansı orqan vasitəsindən nəyisə idrak eləyir. Deməli, hiss özü iki hissəyə bölünür. Biri var, bəli, sənin dediyin o orqan vasitələrlə hiss etmək. O idrak. Bir də var ki, əqli idrak. Əqli idrakda hər hansı bir vasitə ehtiyac olmur. Əqli idrakda ağılla dərk edən, ağılla çatan kəs deməli, məsələn, belə deyim, mənim ağlım var, mən ağlımdan öz qulağımı, öz o hiss üzvlərimi dərk edirəm, ağılla. Ağıl edir ki, ağıl hətta o hiss üzvlərinin vasitələrini də birbaşa dərk edir. Allah da həmin dərk etmə əqli bir dərk etməkdir. Əqli formada Allah dərk edir. Əqli formada kimi. Yəni, Allah nəinki hiss üzvləri var və o hiss üzvlərindən dərk etməyə başlayır, vasitəyə ehtiyac olur. Xeyr, əqli olaraq Allah hətta o vasitələr ki var, qulaqdır, gözdür, o gözləri dərk edir. Başqalarının gözlərini də dərk edir. Yəni, bu mənada xülasə qeyd eləyək ki, Allahda dərk etmək dedikdə biz dərk eləyir, dərk etməkdir. Eşitmə və görmə, sən ki, gəlib deyirsən, Quran-Kərim sadəcə olaraq deyir ki, eşidəndir, görəndə, amma eşitməklə, görməklə idrak olunma, bunu yəni qarışdırılır. Xeyr, Quran-Kərim özü deyir ki, görmək, Allah yəni idrak etməkdir və bu görmək, idrak etmək hissi bir idrak kimi deyil, əqli idrak etmək. Allah sadəcə olaraq bir şeyi əql edir, yəni bir şeyi. Əlbəttə, indi yenə deyirəm, bu misallardır, Allahda tam da belə deyil, misallardır, başa düşək deyə bu cür izah olunur. Allah bir şeyi dərk eləyir, amma hiss üzvləri kimi yox, hiss üzvləri vasitəsini dərk etmir.
Qəzali, Kəbi və Əbülhüseyn Əl-Bəsri iradə mövzusunda olduğu kimi eşitməni və görməni də elm sifətinə daxil etmişdilər. Yadınızdadırsa dedik ki, bəziləri gəlir deyirlər ki, Allahın iradə sifəti, yəni onun elmi sifəti elmlə əlaqələndirirdilər. Qəzali, Kəbi və Əbülhüseyn Əl-Bəsri də həmin bu eşitmək və görmək sifətinə də elm sifətinə daxil ediblər ki, yəni eşitmək, görmək, yəni alim olmaq. Allah bir şeyi eşidir, yəni bir şeyə alimdir. Eşidilən şeyə alimdir, eşidilən şeyi bilir. Allah bir şeyi görür, yəni o görülən şeyə alimdir. Bir var sən gördüyünü gözünlə görürsən, bir də sən gördüyünün barəsində mənim məlumatım var. Bir var sən eşitdiyin şeyi eşidirsən, bir şeyi qulaq vasitəsilə eşidirsən, bir də var ki, sənin eşitdiyin şey barəsində mənim məlumatım var. Yəni eşitmək və görmək Allahın elmi deməkdir. Elmə daxil ediblər Qəzali, Kəbi və Əbülhüseyn Əl-Bəsri kimi bəzi alimlər. Yəni onlara görə Allah Taala'nın eşitməsi və görməsi eşidilən və görənlərə dair bir bilgidir. Çünki eşitmək və görməyi ayrı bir sifət olaraq bu həmin Qəzali, Kəbi və Əbülhüseyn Əl-Bəsrinin dediklərinə əsasən ayrı bir sifət kimi biz təqdim edə bilmərik. Onlar deyirlər ki, yəni eşitmək və görmək yəni alimdir. Allah eşidir, yəni alimdir. Allah görür, yəni alimdir. Eşitməklə görməyi elmdən ayrı etmək olmaz. Ayrı bir şey kimi hesablamaq olmaz. Çünki əgər belə eləsək, qədim varlığın çoxalmasına səbəb olur. Eşitmək, görmək də qədim bir varlığa sayılacaq. Qədim, Allah elə bir ki, sanki bunlar hamısı qədim bir sifətlər olacaq. Ayrıca bir qədim sifət olacaq. Sanki belə deyək də, demək istəyirlər ki, eşitmə və görməni Allahın elmindən ayrı bir şey hesab etsən, bu ayrı öz-özündə bir varlıq olacaq və ayrı bir qədim bir sifət kimi hesab olunacaq. Bu da qədim varlıqların çoxalmasına gətirib çıxar. Biri var deyək ki, eşitmək və görmək elə Allahın alimliyi olmasıdır, bəli, Allah qədimdən alimdir. Amma eşitmə və görmə, sən onu gəlib Allaha elminə aid etməsən, elə bir ki, eşitmə və görmə bir dənə aid sifət var, qədim bir sifət var. Allah onun vasitəsindən gəlir, sonradan görməyə başlayır. Sonradan nəyəsə eşitməyə başlayır. Eşitmə və görmə eşidilənlər və görənlərlə ilgili aid bir şeydir, əlaqəli bir şeydir. Və eşidənlər və görənlər yox idisə, deməli Allahın elminə qayıtmır. Çünki sən gəlib bunu dedin ki, eşitmə və görmə ayrıdır, qədim bir sifət olur. Onu da sonradan Allahın varlığı ilə qədim başqa bir sifətin, qədim bir varlığın meydana gəlməsi qədim varlığın çoxalmasına səbəb olur. Bu da şirkdir. Və yaxud da desən ki, yox, bu eşitmə və görmə sifətləri hadis bir sifətdir, yəni sonradan meydana gəlir. Onda belə çıxır ki, Allah hadis bir sifətlərdə yer tapır. Yəni, sonradan bu hadis sifət meydana gəlir. Allah o hadis sifətlərin daxil olur, hadis sifətlərindən, məsələn, nəyəsə eşitməyə başlayır, görməyə başlayır. Buna mahal olmuş deyərlər də, mahal, yəni yerləşmiş, hülul eləyir, o şeyə hülul eləyir, o şeydə Allah yerləşir və onun vasitəsilə başlayır iş görməyə. Allahın da bir şeyə mahal etməsi mümkün deyil də, yəni Allahın bir şeyə yerləşməsi, Allahın bir şeyin, necə deyim, hadis bir şeyə mahal etməsi də, yəni hadis bir şey, sonradan bir şey yaranır və sonradan bir şey yaranmaqla Allah lap deyək ki, o qədim deyil, ona sahib olmağa başlayır. Ona sahib olmağa başlaması, yəni Allahın qədim bir varlığı mahal bir şeyə yerləşməsi, mahal bir şeydə, necə deyim, başqa sözlə hülul etməsi, ona daxil olması, bu yəni mümkün deyil. Özü də görürsünüz ki, bu əqli olaraq mümkün deyil. Mümkün bir şey deyil. Mahal yəni
yerlə əlaqəli bir şeydir. Yer dəyişmək. Belə deyək də, yer dəyişmək. Sanki Allah hadis bir varlıq meydana gəlir. O hadis varlıq, eşitmə, görmə bir hadis varlıqdır və başlayır Allah yerini dəyişir. Hadis bir varlığa mahal olur. Mahal olmuş olur, yəni onun yerini dəyişmiş olur, ona tərəf gedir. Onunla başlayır dərk etməyə. Və o da əlbəttə görürsüz batil bir şeydir. Sonra Əşərilər və bəzi Mötəzililər iradə kimi, necə ki, iradə də bəhs olundu. Onlar necə ki, dedilər ki, iradə elmə əlavə olunmuş zait bir sifətdir və Quran-Kərim və müsəlmanların icması da onlar üçün şeydir bu, dəlil idi. Bəli. Həmin bu eşitməni, görməni də gəlib onlar deyiblər ki, iradə sifəti kimi Allahın elminə zaid olan bir şeydir. Təbii ki, bu da xətadır. Çünki biz dedik ki, iradə heç Allahın elminə zaid bir şey deyil. Orada da problemlər gəlir və burada dediklərdə ki, eşitmə və görmə sifəti Allahın elminə zaid əlavə bir şeydir. Bu da səhvdir. Yəni, əlavə nədir? O, yenə gətirib qədim varlığa çıxartacaq, qədim varlıq çoxalmasına səbəb olacaq və yaxud da əgər hadis kimi də qəbul etsən, orada təsəlsül yaranacaq və s. Eşitmə və görmə dedikdə ağla gələn, əlbəttə ki, ilk olaraq bir şəxsin istifadə etdiyi hər hansı bir, məsələn, qulaq vasitəsilə eşitmək, göz vasitəsilə görmək, bir vasitə nəzərdə tutulur, orqan nəzərdə tutulur. İnsanlar nəyəsə eşitmək istəyirlərsə, nəyəsə görmək istəyirsə, həmin o gözlə, qulaqla eşidib görürlər. Amma Allahda belə deyil. Allahda belə deyil. Allahın eşitmə və görməsi onun bilgisindən ibarət olan bir şeydir. Allahın eşitmək və görmək məsələsində qulağa və gözə ehtiyac yoxdur. Dedik, Allahın görməsi və eşitməsi ağıl vasitəsi iləndir. Ağıl kimidir. Ağıl Allah Taala'nın orqandan, qulaqdan, gözdən istifadə etmədən bir şeyin dərk olmasını göstərir. Allah ağıl kimi nə isə dərk eləyirsə, necə ki, dedik, Nəsrəddin Tusi deyir ki, idrakdir, dərkdir. Biz deyəmərik, görmə və eşitmə idrak deyil. Dərkdir, bir şey dərk etməkdir, amma ağıl kimi. Necə ki, ağıl vasitə olmadan dərk edir, idrak edir, orqan vasitəsi olmadan dərk edir, idrak edir. Bu onu göstərir ki, Allahın da ağıl kimi dərk etməsi, bir şeyi dərk etməsi, idrak etməsi Allahın burada artıq hansısa bir orqan vasitəsinə ehtiyac duyulmamasına səbəb olur. Bu da bizim eşitmə və görmə barəsində olan bəhsimiz idi. Növbəti dərsdə başqa bir sifətlərə keçid edəcəyik. Elhamdülillahi Rabbil aləmin.